Bir çox yeni başlayan investorlar bu üç tələyə düşürlər. Birincisi, yüksək komissiyalar. Sürətli qazanc əldə etmək arzusu yeni başlayan investor tez-tez alış-satış edə bilər və yalnız sonda gəlirin böyük hissəsini komissiyaların yediyini anlaya bilər. Bunu tələyə düşməmək üçün hər zaman komissiya nəzərə almaq və sizin stilinizə uyğun broker seçmək lazımdır. İkincisi, diversifikasiyanı ignor etmək və yalnız bir aktivə fokuslanmaq, bütün pulunuzu bir səhmə və ya aktivə qoymaq riski artırır. Özünüzü bazar dalğalanmalarından qorumaq üçün investisiyalarınızı düzgün paylaşmalısınız. Üçüncüsü, emosiyalara əsaslanaraq reaksiya vermək. Qorxu və xəsislik pis qərarlara səbəb ola bilər. Bazar düşdüyü zaman panik satışlardan və ya qalxan zaman həddindən artıq alışdan çəkinin. Planınız sadiq qalın və uzun müddətli düşünün. Bu təhərlərdən qaçın, nizam-intizamlı olun və uğurlu investisiya edəcəksiniz. Daha çox investisiya məsləhətləri üçün Telegramda olan investorlar klubuna qoşulun. Yeni başlayan investorların düşdüyü digər təhərləri barəsində ətraflı videoya bizim YouTube kanalımızda baxa bilərsiniz.